Salam hörmətli dinləyicilər, gəlin sizdən maraqlı bir həndəsə sualına baxaq. Bu sual Mustafa Yaxsının geometriya kitabından da əvvəlcə tapşırığın şərtini oxuyaq, sonra tapşırığı həll etməyə çalışaq. ABCD bir kvadratdır. O kvadratın mərkəzidir. FO perpendikulardır OY-yə. FC 4-dür. AY 10 olduğuna görə FOY öz bucağının sahəsini tapın. Gəlin bu tapşırığı həll etməyə çalışaq. Biz əvvəlcə bu deməli kvadratın mərkəzindən kvadratın tərəflərinə perpendikularlar çəkək. Aha. Bu perpendikularla oturacaqlarını hərflərlə işarə etsək, bura bir T desək, burada bir M desək. Bucaqları da göstərək. Bildiyimiz kimi M, O, F üst bucağı düz bucaqlı üst bucaqdır. Eləcə də O, T, Y üst bucaqlı düz bucaqlı üst bucaqdır. Onda bura bir alfa desək, onda bu bucaq 90 minus alfa olar. Bu bucaq 90 minus alfa olar. -90 alfa olar. Eləcə də YOM, YOF düz bucaqlı üst bucaqdırsa və FOM-ə bir alfa demişəmsə, onda bu bucaq 90 alfa olar. Onda TOM düz bucaqdırsa, onda bura 90 alfadırsa bu bucaq, onda bura alfa olar. Bu bucaq olar alfa, onda bu bucaq 90 alfa olar. İndi gəlin bu kvadratın tərəflərini biz böyük kvadratın tərəfini A deyək, A desək. Biz deməli şərtə əsasən deməli böyük kvadratın mərkəzini deməli mərkəzindən tərəflərə perpendikular çəkdiyimizə görə M nöqtəsi BC-nin, T nöqtəsi də AB-nin orta nöqtəsidir. AB nöqtəsidir. Onda AD-yə deməli kvadratın tərəfinə bir A demişiksə, onda AT A bölə 2 olar. Bura olar A bölə 2. Eləcə də AT A bölə 2-dir, eləcə də TB də A bölə 2 olur. Eləcə də M nöqtəsi BC-nin orta nöqtəsidirsə, onda BM də A bölə 2 olar. Eləcə də MC A bölə 2-dir. O zaman biz yaza bilərik ki, digər tərəfdən içəridə gördüyümüz kiçik düz bucaqlı, yəni kiçik 4 bucaqlı BTOM 4 bucaqlısı deməli kvadrat olar. Çünki biz deməli demişik ki, kvadratın mərkəzindən, böyük kvadratın mərkəzindən kvadratın tərəflərinə perpendikular endirmişik. Bu perpendikularlar da deməli həmin tərəflərin orta nöqtəsinə düşübdür. Çünki mərkəzdən endirmişik. Ona görə də BTOM özü bir kvadratdır. Və onun da tərəfləri A bölə 2-dir. O zaman biz deməli buradan alarıq ki, TY bərabərdir, TY bərabər olar. Deməli, AY 10-dursa, TY bərabər olar 10 çıxaq A bölə 2. 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 Eləcə də FC 4-dürsə və MC də A bölə 2-dirsə, onda MF bərabər olar. Deməli, A bölə 2 çıxaq 4. A bölə 2 çıxaq 4. İndi biz deməli buradakı üst bucaqlar var, düz bucaqlı bucaqlar O, M, F üst bucağı ilə yazıram bura. Üst bucaq O, M, F, bir də üst bucaq deməli O, T, Y. Bunlar kongruent düz bucaqlı üst bucaqlardır. Kongruent düz bucaqlı üst bucaqlar olduğuna görə, yəni bərabər düz bucaqlı bucaq olduğuna görə deməli
diqqət eləsək görürük ki, deməli o M tərəfinə bitişik bucağın biri alfa, biri 90-dır. Eləcə də o T tərəfinə bitişik bucağın biri alfa, biri 90-dır. Yəni düzbucaqlı üçbucaq olduqlarına görə və bir tərəfi ona bitişik bucaqlar bərabərsə, bu üçbucaqlar bərabərdir. Deməli OMF və OTY üçbucaqları kongruent, yəni bərabər üçbucaqlar oldu. Onda biz yəni bu şərtə əsasən, yuxarıdakı şərtə əsasən yaza bilərik ki, 10 minus kongruent üçbucaqlardırsa, yəni TY şərtə əsasən, yəni biz göstərdik kongruentdir, TY bərabərdir MF-ə. TY bərabərdir MF. O zaman yazaraq ki, 10 minus, buradan yazaq ki, deməli 10 minus A bölə 2, 10 minus A bölə 2, bunu 10 minus A bölə 2, 10 çıxaq A bölə 2 bərabərdir 10 çıxaq A bölə 2 bərabərdir. Deməli, A bölə 2 çıxaq 4. Biz bu münasibətdən bunu 2-yə vurub kəsirdən qutarsaq, buradan alarıq ki, 20 çıxaq A bərabərdir A çıxaq 8. İndi bu A-ları sağ tərəfə, ədədi sol tərəfə keçirsək, buradan alarıq ki, 2A bərabərdir. Daha doğrusu alarıq ki, deməli 28 bərabərdir 2A-ya. Buradan alarıq ki, 2A bərabərdir 28-ə. Buradan alırıq ki, A bərabərdir 14-ə. 2 ilə 28 ixtisar gedir. Alırıq ki, A bərabərdir 14. Buradan alırıq ki, A bərabərdir 14-ə. A 14-dür. İndi A 14-dürsə, onda dedik ki, bu üçbucaqlar kongruentdirlər. Onda biz üçbucağın tərəfindən yaza bilərik ki, bərabər üçbucaqlardırsa, onda yazarıq ki, deməli, üçbucağın tərəfi, yəni TY bərabərdir 10 çıxaq A 14-dürsə, 14 bölə 2 bərabərdir, birbaşa yazaq. 14-ü 2-yə böləndə 7, ondan da 7 çıxanda 3. Deməli, TY 3 oldu. Onda OT nəyə bərabər olar? OT özü nəyə bərabərdir? OT bərabərdir A bölə 2. Yəni 14 bölə 2 bərabərdir 7. Yəni bu düzbucaqlı üçbucaqlar dedik ki var, OMF və OTY. Bunlar kongruent üçbucaqlardır. Həmin üçbucağın katetlərinin biri 3-dür, biri də 7-dir. O zaman əgər bu üçbucaqlar deməli kongruentdirsə və bir-birinə bərabərdirsə, onda onun bu üçbucaqların hipotenuzları da bərabərdir. Yəni OY bərabərdir nəyə? OF-ə. OY bərabərdir OF-ə. O zaman Pifaqor teoreminə görə biz üçbucaq deməli TOY-dən taparıq ki, deməli OY bərabərdir Pifaqor teoreminə görə 3-ün kvadratı üstə gələk nəyin kvadratı? 7-nin kvadratı. O da bərabərdir kök altında 9 üstə gələk 49, o da bərabərdir kök altında 58. Kök altında 58. O zaman biz deməli OY-nin kök altında 58 olduğunu aldıq. OY də bərabərdir nəyə? Dedik ki, bu üçbucaqlar kongruent olduğuna görə OF-ə. Deməli, o da bərabərdir kök altında 58. O da bərabərdir kök altında 58. OY bərabərdir OF-ə. OY bərabərdir OF-ə. O da bərabərdir kök altında 58. Yəni OY OF-ə bərabərdir. O da bərabərdir kök altında. Yəni üçbucaq OYF düzbucaqlı bərabər gəlmə üçbucaqdır. Üçbucaq
deməli üçbucaq O üçbucaq OYF üçbucaq OYF bərabər yanlı düzbucaqlı üçbucaqdır. Yəni YO bərabərdir OF-ə. YO bərabərdir OF-ə. O da bərabərdir kökdə 58. O zaman bu üçbucağın sahəsini biz tapsaq S bərabərdir 2-də 1 OY vuraq OF-ə. O da bərabərdir 2-də 1 kökdə 58 vuraq kökdə 58. 2-də 1 kökdə 58 vuraq kökdə 58. Kökdə 58 vuraq kökdə 58. O da bərabərdir 2-də 1 58 vuraq 58 bir kökün altında yazırıq. 58'in kvadratı 58'den de 58'in kvadratından da 2'də 1 kök altında 58'in kvadratı. O da bərabərdir 2'də 1 vuraq 58. 58'in kvadratından 58 çıxır. 58'i 2'yə böləndə 29. Deməli bu üçbucağın sahəsi nəyə bərabərdir? 29'a bərabərdir. Bu isə D variantına uyğun gəlir. Maraqlı tapşırıq idi. Diqqətinizə görə sağ olun. İnşallah yeni videolarda görüşürüz.